Qələbə xəbəri. Bu hadisə çox qədimdə baş verib. O dövrdə Yunanistan və İran arasında müharibə gedirdi. İran ordusu Yunanistanın paytaxtı Afinaya doğru irəliləyirdi. Afinanı idarə edən 3 ağsaqqal bir yerə yığışıb məsləhətləşdilər. Birinci ağsaqqal dedi: İran qoşunları Marafon şəhərinə yaxınlaşıb. Marafonla Afina arasında cəmi 42 kilometr məsafə var. Onlar Marafonu alsalar, bir günə paytaxta çata bilərlər. Bu yerdə ikinci ağsaqqal ayağa qalxdı. İranlılar şəhərə girsələr, heç kimə aman verməyəcəklər. Gəlin Afinadakı qadın və uşaqları şəhərdən çıxaraq. Onları dağlarda gizlədək. Üçüncü ağsaqqal təklif etdi. Gəlin İranlıları duz çörəklə qarşılayaq. Onlara baş əyək. Onda rəhmə gələrlər, heç kimə toxunmazlar. Yunan ordusunun sərkərdəsi Miltiad bu sözlərdən hiddətləndi. Söz alıb danışmağa başladı. Biz İran ordusu ilə döyüşə girməliyik. And içirəm ki, son damla qanımıza qədər vuruşacağıq. Düşməni paytaxta buraxmayacağıq. Hamı Miltiadı alqışladı. Amma ağsaqqallar şərt qoydular. 3 gün ərzində səndən xəbər çıxmasa, biz qadınları və uşaqları şəhərdən çıxaracağıq. 3-cü gün yetişdi. Sübh tezdən Marafon yaxınlığındakı çöldə qızğın döyüş başladı. Əvvəlcə İran döyüşçüləri Yunanlıları ox yağışına tutdular. Atılan oxlar az qala günəşin qabağını tuturdu. Sonra qılınc döyüşü başladı. Yunanlılar düşməni üstələyirdilər. Cəsur Miltiad cəng arabasında döyüş meydanının sağından girib solundan çıxırdı. Lakin İranlılar həddən artıq çox idilər. Həlak olan bir nəfərin yerinə 5-i gəlirdi. Nəhayət Miltiad qərara gəldi ki, İranın başını əssin. Buna görə də İran ordusunun başçısını axtardı. İran sərkərdəsi böyük bir filin üstündə oturub döyüşü seyr edirdi. Miltiad cəng arabasını düz onun üstünə sürdü. Filə çatanda düşmənin üstünə tullandı. Bir göz qırpımında xəncərini çıxarıb sərkərdənin boğazına dirədi və qışqırdı. Döyüşçülərinə de ki, silahı yerə qoysunlar, yoxsa boğazını üzərəm. Sərkərdənin rəngi ağardı. O döyüşçülərinə təslim olmaq əmri verdi. Beləliklə, Yunan əskərləri düşmən üzərində qələbə çaldılar. Artıq axşam düşmüşdü. Bugün Afina ağsaqqallarına xəbər çatdırmaq vaxtı idi. Miltiad döyüşçüləri başına yığıb dedi: Bilirəm, ağır döyüşdən sonra hamınız yorulmusunuz. Amma bu gecə biz Afinaya qələbə xəbərini çatdırmalıyıq. Kim bunu edə bilər? Gənc bir əskər irəli çıxdı. Mən yaxşı qaçıram. Özüm də Olimpiya oyunlarının qalibi olmuşam. Qoy bu xəbəri mən çatdırım. Gənc əskər qaça-qaça Marafondan çıxıb Afinaya tərəf üz tutdu. Afinada qadın və uşaqları şəhərdən çıxarmağa hazırlaşırdılar. Qala gözətçiləri intizarla Marafona gedən yola baxırdılar. Birdən ayın zəif işığında kimsə göründü. O qaça-qaça şəhərə yaxınlaşırdı. Gözətçilərdən biri diqqətlə baxıb qışqırdı. Bu ki Yunan əskəridir. Marafona döyüşməyə getmişdi. Hamı qala qapısından çıxıb əskəri qarşılamağa getdi. Onlar yaxınlaşanda əskər özünü saxlaya bilməyib diz üstə çökdü. Bütün gücünü toplayıb 3 kəlmə deyə bildi. Biz qələbə çaldıq.